böhran kritik səviyyədədir. Yəni bu günləri dünən biz deyirdik, bunlar deyirlər, bunlar nə danışırlar? Dünən televiziyada yalanlar satırdılar Rus cəmiyyətinə, Rus xalqına. Rus xalqı, o cümlədən bizimkilər də o qədər beyinləri yuyulmuşdu ki, Ukraynada heç nə qalmıyor, bu Kamranla Üzeyir nə danışırlar? Ukrayna yox deyə, sonra başladılar valı dəyişməyə ki, birisi Rusiya NATO ilə, Avropa ilə müharibə aparır. Artıq bu günləri o da belə deyək də dəbdən düşür. Bu günləri Kamran bəy bayaları dedi. А мы здесь не виноваты. Мы в Москве что вам сделали, что вы нас начинаете бомбить? А как вы что вы делаете? 4 ildir, 5-ci ildir Moskvadan təlimatlar gedir ki, vurun, öldürün, dağıdın. Deməli, baxın, Kamran bəy, bunların siyasəti də iflasa uğrayıb. Dini də iflasa uğrayıb. Baxın, deməli, Kiyevdə vurulan məscidlə bağlı o FSB tulası var, səsi hələ gəlmir. Yəni, onların güya belə deyək də, Patriarx, Vsiya Rossiya, nə bilim o Kiril Gundyayev familiyasını daşıyan. Çünki bilirsiniz necədir? Allah'tan da bunlar, Tanrı'dan da suistifadə edərək, çünki o müharibəyə xeyir-dua vermişdi ki, vurun, dağıdın, səsin gəlsin. Nə deyirlər o? Gundyayev. A ço tu malçiş? Движуха, bir münasibət bildir də. Ваше мнение, господин сотрудник FSB, sənin səsin gəlsin. Necə olur ha? Sənin xeyir-dua verdiyin əskər Allahın evində ağdır, səsi çıxmır. Çıxmaz da, çünki bilirsiniz necədir? Başdan ayağa satılmışlardı onlar. Başdan ayağa satılmışlardı. Baxın, bir-birini artıq öldürməyə başlayıblar Kamran bəy. Dünənləri Nemçovu öldürürdülər, Navalnini öldürürdülər, Politkovskayanı öldürürdülər, nə bilim, kimləri öldürürdülər. Bu günləri artıq içəridə boğuşurlar. Bastırıkinin bir nömrəli dostunu öldürüblər, tapa bilmir. Rusiya İstintaq Komitəsinin rəhbərinin o yekə var, bilirsiniz, orduluzlarına da baxırsan, çiyinlərində adamı vahimə götürür ki, Allah, bunun çiyindəki bu nə oldu? Bastırıkinin ən yaxın dostunu öldürüblər, tapa bilmirlər. Hələ bu harasıdır? Bilirsiniz, hələ o, belə deyək də, mərminin istiliyi tam Moskvaya yayılmayıb da, belə biraz götürəndə, biraz, çünki Moskva biraz ərazi cəhətdən böyük şəhər olduğuna görə. Yaxın günlərdə bu bir neçə günə siz didişməni, boğuşmanı görəcəksiniz. Didişmənin, boğuşmanın artıq elementlərini efirlərdə görürük. Siz baxın, görün, deməli, Xadaryoniklar nələr danışırlar Rusiya efirlərində. Siz təsəvvür edin ki, onlar orada hansı, belə deyək də, hansı nifrinləri püskürürlər. Bu günləri, deməli, o adamlar ki, hansı ki, müharibəni ilk günlərində çox rahat danışırdılar, çox rahat təhlillər aparırdılar. Bu günləri o adamlar deyirlər ki, artıq, yəni, sabah çox gec ola bilər. Artıq başa düşüblər, reallığı başa düşüblər. Qurilov, mən baxdım bir videoya, o açıq danışırdı ki, yəni bu Putin, artıq deyirlər, Qərbin agentidir. Rusiyanı dağıdır, ayılıblar. Rusiya dağılır və fərq ondan ibarətdir ki, Ukraynaya zərbələr dəyəndə Ukrayna xalqı öz prezidentinin ətrafında daha da sıx birləşib, çünki vətən uğruna vuruşurlar, vətənlərini qoruyurlar da. Burada zərbə dəyən kimi oradakı əhali birinci o prezidentdən sorğu edir ki, bizi niyə vururlar? Tam tərsidir. Onun ətrafında birləşmək yox. Əksinə onun yaxasını tuturlar ki, Moskva, bə deyirdin bizi vurmayacaqlar. Bə deyirdin SVO-dur. Bəs deyirdin burada hər şey yaxşıdır. Xırda bir orada hərbi əməliyyat keçirəcək əvvəl. Görün neçə variantı yaratdı. Birinci, SVO-ya Rusiyanın elitar, ən o Tamanski, nə bilim, Kantemirovski polk falan, özüm Türk adları, Tamanda, Kantemirdə. Divizya. O polkları, o alayları falanları göndərdi. O elə bilirdi ki, Ukraynalılar onların boyla, buxumlarından, adından, sonra əlindəki tanklardan, BTR-lərdən, raketlərdən, uçaqlardan falanlardan qorxacaq. Çünki Tamanski, Kantemirovskidir. Onun Pabidanosni, ancaq belə səs vardı, keç səsi. Bilirsiniz, bu keç səsi deyəndə, mən Zeyir bəy, onu deyib, siz hərbisiz daha yaxşı bilirsiniz. Axı bunlarda
hərbidə xüsusi səsi var, güya komandirski səs düzəldir. Vneç! Belə bir dənə də rus qızı vardı o vaxt mən əskəridə olanda. Deyirdi ki mənə, "A почему он так кричит?" Özü rus idi qız. Deyirəm ki, "Ну это командирский голос." "Ну deyir, это, по-моему, козлиный голос, не командирский." Keçi səs çıxardı deyir. Yəni özləri öz şey deyirlər. O səsdən Ukraynalılar güya qorxacaqlar və bu Kiyevi alacaq. Ukraynalılar onu məhv elədilər. O elitanı, o Kantemirski polk hamısı. Sonra əlini uzatdı türmələrə. Oradan dedi ki, eybi yoxdur, Moskva da kefdə olsun. Bizimkilər deyirlər ki, nə ağırlı deyirsən, Rusiyanı lazımsız insanlardan qutarır. Deyirəm, sən başın xarab deyirsən, axırda sənə gəlib çıxacaq o, darıxma. Bunlar gəlib neyniyəcəklər oradan? Oradan cinayətkarları, nənəsini öldürəni, anasını zorlayanı, bilməm neçə dənə şey öldürən, hamısına əleyhinə silah verdi. Verdi onu da Prigojini göndərdi ora, onlar üstünə qayıtdılar Prigojindan. Orada da bir şey eləmədilər. Sonra keçdi pulla. Başladı ki, ancaq pulla indi böyük... Əvvəl üzr istəyirəm, ondan sonra bir səfərbərliyi də eləmək istədi, alınmadı. Səfərbərliyi edir, Ruslar hamısı qaçdılar, yarısı Ermənistana, yarısı Qazaxstana, yarısı da Avropaya. Sonra başladı pulla, indi pul da qutarıb, vuruşları da bilmirlər, qalıb ortalıqda və onlar hamısı qayıdıb ondan soruşacaqlar ki, nə istəyirdin və nə elədin sən? Tamamilə haqlısınız və Kamran bəy, sadaladıqlarınız o elə bir ki, o xronoloji ardıcıllıqla dünən nə idi, nə baş verib, onların hamısını biz yaşamışıq. Hardasa eşitməmişik. Biz onu görmüşük və onu da hər həftə siz bəzən olub ki, gün ərzində 5 dəfə, nə bilim 6 dəfə çatdırmışsınız. Yenə də biz yəni yekunlaşdırır da, artıq vaxtımız yəni yekuna doğru gedir. Bir şey demək istəyirəm ki, diqqətli olsunlar, soydaşlarımız diqqətli olsunlar. Çünki Rusiyanın yəni elə bir kritik böhran dönəmi yetişib ki, bu böhranda bu sel yəni son nəfəsləridir. Açıq demək istəyirəm. Bax indi yenə də başlayacaqlar ki, biz nəysə mən Moskvanın hələ o vəziyyətdə olmasını filmlərdə rejissorlar onu yarada bilməzdilər Kamran bəy. Rejissorlar istəsəydilər, yəni elə bir görüntünü onu təşkil eləmək mümkünsüzdür. Dünənləri Moskvada gördüklərimiz, yaşananlar bu artıq böyük faciənin o siqnalı idi. Lampiçka yanır sönür, o onun siqnalı idi. Avtomobildə benzin qutaranda yavaş-yavaş o xəbərdar edir ki, sürücü ki, yanacaq doldurmaq lazımdır. Artıq Rusiyaya heç bir yanacaq da kömək eləməyəcək, heç bir silah da kömək eləməyəcək. Mən sizə deyim ki, o hətta dünən baş verənlərin fonunda bu taktiki, belə deyək də, nüvə başlıqlı hansısa raketdən bu Medvedevin ağlı ilə desə, istifadə eləməli idi də, belə hədə qorxu gəlmək üçün. Görünür ki, elə bunların bütün bu hap-köpü da, üzr istəyirəm, bayaqlar sizin dediyiniz o komandirski güya da səslər də, bunlar hamısı vozduqdur, bunlar hamısı blefdir, bunlar hamısı bilirsiniz necədir? Bu sadəcə olaraq bir görüntüdür. Bu günləri Rusiya görüntüsünün, yalanının, o riyakarlığının və belə deyək də, haqsızlığın qurbanı o bədəlini ödəyir. Belə deyim də, daha dəqiq, yəni bədəlini ödəyir. Biz dünən də həqiqəti demişik, bugün də deyirik, sabah da imkanımız olacaq, o sözü deyəcəyik ki, Rusiya ən böyük səhvini 4 il bundan qabaq yox ha, 2008-də, 1990-cı ildə. Çünki siz köklər oradan gəlir. 90-cı il Bakı, Almatı, Tbilisi, sonra Pribaltika, 2008 Gürcistan, 2014 Ukrayna, 2020 Qarabağ. Qarabağda da onlar yəni çox böyük yaramazlıqlar eləyiblər. Hələ Xocalı olardı da, Xocalını eləyən kimdir ki, olardı? Bəli. Yəni ona görə də demək istəyirəm ki, biz bunları unutmamalıyıq və ən bilirsiniz apogeyadır. Artıq finish nöqtəsidir. Moskvanın vurulması, mən bayaqları dedim, Kamran bəy dedi ki, ata-babalarımız zamanında Moskva ilə bağlı adımlar atıblar. Deyirəm ki, 1812-ci ildə, yəni sonuncu dəfə Moskva faciə yaşamışdı. Belə tarixi nöqteyi nəzərdən götürəndə. Bir də 2026-cı ildə bunun deməli, yadınıza gəlir Kamran bəy, indi axırda qoyduğum bu. Deyirdi ki, Şayka Narkomanov Kiyevi. Yadınıza gəlir Zelenskinin komandasına 2022-də Şayka Narkomanov deyirdi. Sonra deyirdi Showman, sonra deyirdi Nelegitimli, sonra nəysə axırda gəldi 2026-cı ildə
Ну как вам? Господин Зеленский уже начал заниматься по-настоящему государственными делами. Belə də, biraz belə deyək. Başa düşürsünüz. Даже Şayka Lukashenko narkomanı belə извинился. deyir, o narkomandan sonra ne bileyim başı pozuklardan. Şimdi de bakın gelin Господин Zelenski bu müellime yerini necə göstərir. Bilirsiniz, dünya nəhayət ki bu belə deyək də bu çirkablardan təmizlənməlidir. Bu çirkablar mütləq təmizlənməlidir. Çünki bugün dünyada çox böyük çirkablar var. Hava da korlanıb, qida da korlanıb, siyasət də korlanıb, hərbi bayaqları deyirsiniz. Bütün dünya deyir müharibədir, deyir, ne, мы еще не начинали, не начинали, это СВО. Yox, o müharibə deyənə həbs eləyir də. İndi də həbs eləyir ki, indi bilməm necə həbs eləyəcək bundan sonra. Başına şey, müharibə deyir ki, o müharibə deməyin, demə. Denən SPO, demə. Desən sən tutacaq. Desən bu xəstədir də, şizofrenikdir də bunlar. Ona görə də Kamran bəy, yenə bu dünyanı dəyişmək istəyirdi. Dünya artıq bundan əməlli başlı məşğul olub. İlahi ədalət deyilən bir söz var, ifadə var və o necə deyirlər, reallıq var. Bu günləri Ukrayna xalqı haqqını istəyir. Ukrayna xalqı deyir ki, məndən əlini çək, rahat nəfəs alaq, rahat yaşayaq. Biz səndən Ukrayna xalqı dedim, hətta Ermənistan yadıma düşdü. O Alen Simonyan dedi ki, bizi nə vaxt evləndirmişdilər ki, indi bizdən boşanırlar, bizə belə də ultimatum gəldi. Baxın, görün siyasət hardan hara gəldi. Hardan hara gəldi.